Salam dostlar, sınaqlar silsiləsindən 22-ci sınağın suallarına gəlin birlikdə baxaq. Sualların izahına keçməmişdən qabaq sizdən xahişim videonu bəyənmək, paylaşmaq, kanala abunə olmaq və videonun şərh hissəsində çoxlu sayda şərh yazmaqdır ki, bununla da YouTube alqoritması videonu daha faydalı video hesab edərək daha çox insanın qarşısına çıxara bilər. İndi isə gəlin suallara baxaq. Suallarda birincisində deyilir ki, sıfırdan fərqli A və B vektorları üçün verilmiş bu bərabərlik doğru olarsa, onda A və B vektorları arasındakı bucağı tapın. Gəlin biz dərhal həmin bu A və B vektorları sıfırdan fərqlidirsə də A və B vektorlarının koordinatlarını yazaq. Deyək ki, A vektoru x ox üzrə proyeksiyası AX, y ox üzrə proyeksiyası isə AY-dir. Eyni ilə B vektorunun x ox üzrə proyeksiyası BX, y ox üzrə proyeksiyası isə qoy BY olsun. Beləliklə biz A vektoru ilə B vektorunu topladıqda hər hansı bir C vektoru alırıq ki, onda C vektorunun koordinatları olar AX üstəgəl BX, y ox üzrə proyeksiyaları isə AY üstəgələk BY olar. Bəs fərqi tapdıqda nə olar? D vektoru qoy A və B vektorlarının fərqi olan bir vektor olsun. Onda belə çıxır ki, D vektorunun x və y ox üzrə proyeksiyaları uyğun olaraq AX çıxaq BX ilə AY çıxılsın BY olar. İndi deyir ki, bu vektorların cəmin və fərqin, yəni C və D vektorlarının uzunluqları eynidir. Onda yazırıq ki, A vektoru üstəgələk B vektorunun uzunluğu bərabərdir. Bu deməkdir ki, C vektorunun uzunluğuna, o da bərabərdir kök altında. Vektorun uzunluğu nə cür tapılırdı? Deməli, C vektorunu biz bu şəkildə də yaza bilərik. Cx, Cy. Deməli, biz Cx ilə Cy-in uyğun olaraq kvadratlarının cəminin kvadrat kökünü tapmalıydıq. Onda Cx-in yerində bizdə Ax üstəgələk Bx durduğu üçün yazırıq. Ax üstəgələk Bx-in kvadratı, üstəgələk Cy-in də yerinə yazırıq. AY üstəgələk BY-in mötərizə üstü kvadratı. Eyni ilə, deməli, A vektoru çıxaq B vektoru bərabərdir. Bu bizə D vektoru verirdi. O da bərabərdir kökün altında. AX çıxaq, deməli, BX-in mötərizə üstü kvadratı üstəgələk AY çıxaq BY-in mötərizə üstü kvadratına və bunda kvadrat kökü. İndi şərtə görə bunlar bir-birinə bərabər olmalıdırlar. Kökün altında AX üstəgələk BX-in mötərizə üstü kvadratı üstəgələk AY üstəgələk BY-in mötərizə üstü kvadratı bərabər olmalı. Kök altında AX çıxaq BX-in mötərizə üstü kvadratı üstəgələk AY çıxaq BY-in mötərizə üstü kvadratına. Hər iki tərəfdən kvadrat kökləri atsaq, onda nə qalar? AX üstəgələk BX-in mötərizə üstü kvadratı. Gəlin müxtəsər vurma düsturunun köməyi ilə açaq bu kvadratların hər birini. Deməli, AX-in kvadratı üstəgələk 2AX vuraq BX, üstəgələk BX-in kvadratı, üstəgələk AY-in kvadratı, üstəgələk 2AY BY, üstəgələk BY-in kvadratı bərabərdir. AX-in kvadratı çıxaq 2AX BX, üstəgələk BX-in kvadratı, sonra üstəgələk AY-in kvadratı çıxaq 2AY BY üstəgələk BY-in kvadratı. Uyğun olaraq bərabərin sağındakı hədlərin hamısını sola keçirsək, biraz sadə ifadə almış olarıq. Belə ki, AX kvadratları islah olar, BX kvadratları islah olar, AY kvadratları islah olar və BY kvadratları islah olar. Beləliklə, bərabərin sağındakı mənfi 2AX BX ilə mənfi 2AY BY sola keçirdikdə müsbət 2AX BX və uyğun olaraq 2AY BY olar. Beləliklə, bərabərin sol tərəfində 2AX BX var idi. Bir 2AX BX də sağdan sola keçiriləndə olur. Üstəgələk 2AY BY var idi. Mənfi 2AY BY də sola keçirdikdə olur. Müsbət 2AY BY bərabər də 0. Beləliklə 4 vuraq AX BX üstəgələk 4 vuraq AY BY bərabərdir 0 olar. Buradan da hər tərəfi 4-ə bölsək, alarıq AX BX üstəgəl AY BY bərabərdir 0. Bu isə A və B vektorlarının skaler hasili deməkdir. AB vektorunun skaler hasili o vaxt 0 olur ki, onlar arasında qalan bucaq 90 dərəcəyə bərabər olsun. Bax, bu riyazi üsulla biz bu şəkildə yazıb hesablaya bilərik. İndi burada diqqət yetirməli məqam nədir? Deyir ki, iki vektorun cəmi
və fərqinin uzunluqları eynidir. Bu nə zaman ola bilərdi? Deyək ki, baxın, bu bizdə A vektoru olsun. A vektoru. Bir də bir B vektoru olsun. Deyək ki, qoy o da bax bu şəkildə olsun. A vektoru üstə gələk, bu B vektoru 90 dərəcədir, düzdürmü? Onda A üstə gələk, B vektoru nəyə bərabərdir? Gəlin yaşılla çəkək. A-nın başlanğıcından B-nin sonuna çəkilən vektor bu A üstə gəl B vektorudur. İndi bir də bu vektorların fərqinə baxın. Məsələn, mən A-dan B-ni çıxmaq istəyirəm. A vektorundan B vektoruna çıxdıqda burada çıxılan deməli B vektorudur, azalan A vektorudur. Fərqi tapdıqda çıxılanın sonundan azalanın deməli sonuna çəkməliyik, amma sonuna çəkə bilmirik, çünki burada bunların başlanğıcını əvvəlcə eyni nöqtəyə gətirməliyik. Məsələn, mən A vektorunu olduğu kimi saxlayıram, B vektoru ilə onu ortaq başlanğıca gətirirəm. Baxın, bu da bizdə B vektorudur, bu da bizdə A vektorudur. İndi bu vektorların fərqini tapdıqda A-dan B-ni çıxdıqda B-nin sonundan A-nın sonuna çəkilən vektor onların üçbucaq qaydasından fərqini göstərir. İndi həmin eyni düzbucaqlı üçbucaqdır. Katetlər uyğun olaraq A və B-dir. Hipotenuzlar da onda eyni olmalıdır. Beləliklə A vektoru çıxaq B vektoru da bu hipotenuzun uzunluğudur. Sadəcə istiqaməti fərqlidir. Onda belə çıxır ki, hipotenuzun uzunluğu eyni olması üçün hökmən bizdə bucaq 90 dərəcə olmalıdır. Və yaxud bucaq 90 dərəcə olduqda hipotenuz katetləri eyni olduğu üçün hipotenuzun uzunluğu da dəyişmir. Ona görə doğru cavab belə B bəndi olar. İndi isə gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, ABCD trapesiyasında, elə burada şəklin üzərində göstərmək olar ya da çəkə bilərik. Gəlin şəkli çəkək biz özümüz bu şəkildə. Deməli, ABCD trapesiyasında burada deyilir ki, CD tərəfi YF tərəfinə paraleldir. Baxın, bu da bizdə olsun deməli YF tərəfi və AF-in FD-yə nisbəti 4/5 nisbətindədir. AF bizdə 4K olsa, onda FD-yə biz gələk 5K deyək və şərtə görə AY də YB-yə bərabərdir. Onda belə çıxır ki, E nöqtəsi AB parçasının ortasıdır. İndi deyir, ABCD trapesiyasının sahəsi 120 cm kvadratı olarsa, AYF üçbucağının sahəsini tapın. Yəni, biz Y nöqtəsindən oturacağa paralel qalacaq şəkildə bir YJ düz xəttini çəkək. Düzdürmü? YJ parçasını çəkək. Onda belə çıxır ki, YJ orta xəttdir. Nə üçün? Çünki Y nöqtəsi AB-nin ortası idi və YJ parçası oturacaqlara paraleldir. Onda belə çıxır ki, YJ bizdə orta xəttdir. Orta xətt nəyə bərabər olmalıdır? Gəlin, indi onu tapaq. Biz bilirik ki, orta xətt alt və üst oturacaqların cəminin yarısıdır. İndi biz üst oturacağı nəyə bərabər olduğunu bilmirik. Halbuki şəkilə diqqət etirsək, görərik ki, burada FYJD paraleloqramdır. Çünki YF tərəfi JD tərəfinə paraleldir. CD tərəfinə paralel olduğu üçün YF tərəfi, onda belə çıxır ki, CD tərəfinin üzərində götürülmüş J nöqtəsindən alınan JD parçasına da paraleldir və qarşı tərəflər bir-birinə bərabərdir. Uyğun olaraq YJ tərəfi də FD tərəfinə paraleldir. Onda belə çıxır ki, qarşı tərəflər bir-birinə paralel olduğu üçün bu FYJD paraleloqramdır. Onda belə çıxır ki, YJ-nin uzunluğu da 5K-ya bərabərdir. İndi 5K, indi fikirləşək. Baxın, orta xətt nəyə bərabərdir? Oturacaqlar cəminin yarısı idi. BC ilə alt oturacağın cəmi 9-dur. 9K-dır. Bölə 2 bizə verməlidir 5K. Və buradan onda biz BC-ni tapsaq, BC üçün biz nə qədər almış olarıq? K almış olarıq. Yəni, trapeziyanın üst oturacağı K-ya bərabərdir. İndi burada gəlin hündürlüklər çəkək. AYF üçbucağının hündürlüyü H-dırsa da, trapeziyanın hündürlüyü onda nəyə bərabər olmalıdır? 2H-a bərabər olmalıdır. Çünki orta xətt verilmiş hündürlüyü də yarıya bölürdü. Onda belə çıxır ki, ABCD-nin sahəsi nəyə bərabər olar? Orta xəttin, yəni 5K-nın hündürlüyə hasili, yəni 2H-a hasili, trapeziyanın hündürlüyü 2H-dır. Bəs AYF üçbucağının sahəsi nəyə bərabərdir? Deməli, 2-də 1 vurulsun, oturacaq AF-dir, yəni 4K-dır, hündürlüyü isə H-dır. Bu da bizə verir 2KH. Bəs ABCD-nin sahəsi bizə nə verir? 10KH. Onda belə çıxır ki, ABCD trapesiyasının sahəsi AYF trapesiyasının sahəsindən neçə dəfə çoxdur? 5 dəfə çoxdur. Deməli, 5S üçbucaq AYF olar. Beləliklə, S üçbucaq AYF-in sahəsini tapdıqda 120 santimetrin kvadratını biz 5-ə bölərik və alarıq 24
santimetrin kvadratı. Doğru cavab olar B bəndi. Sonra 3-cü suala baxaq. Oxşarlıqla bağlı maraqlı bir sualdır. Sualın şərtində deyilir ki, ABCD paraleloqramında AK 15-dir, KF isə 9-dur. Onda FY-ni tapın. Gəlin bu şəkli biz özümüz aşağı hissədə, yan tərəfdə çəkək və çalışaq ki, bu məsələni elə bu şəklin üzərində biz özümüz həll edək. Deməli, baxın, bu şəkildə bunu çəkdik. İndi adlandıraq. B nöqtəsi, A nöqtəsi, D nöqtəsi, C nöqtəsi və E nöqtəsi və uyğun olaraq F nöqtəsi. Bir də BD katetini, BD diaqonalını çəkək və K nöqtəsi də diaqonal ilə AF parçasının kəsişdiyi nöqtə olsun. İndi AK bizdə 15-dir, KF bizdə 9-dur. Diqqətlə baxırıq ki, BC tərəfi AD tərəfinə paralel olduğu üçün burada alınan FAD bucağına alfa desək, FAD bucağının BFK bucaqları daxili çarpaz bucaqlardır. Və uyğun olaraq BKF bucağına beta desəm, onda AKD bucağı da bizdə betaya bərabər olmalıdır. Onda belə çıxır ki, buradakı üç bucaqlardan BKF ilə AKD bir-birinə oxşardır. Oxşarlığa görə yaza bilərik ki, AK tərəfinin KF tərəfinə olan nisbəti bərabər olmalıdır. Deməli, AD tərəfinin uyğun olaraq BF tərəfinə olan nisbətinə. İndi AK tərəfi bizdə 15-dir, KF tərəfi bizdə 9-dur. O da bərabərdir AD-nin BF-ə nisbətinə. Hər tərəfi 3-ə, kəsin sürət və məxrəcini 3-ə ixtisar aparsaq, sürətdə 5 məxrəcdə 3 alarıq. Beləliklə AD 5-in K misilinə bərabərdir, BF isə K-nın 3 misilinə bərabərdir. Onda belə çıxır ki, BF bizdə 3K-dır, AD isə bizdə 5K-dır. Paraleloqramın qarşı tərəfləri birbirine bərabər olduğu üçün əgər BF 3K-dırsa, onda FC də gərək 2K olsun ki, 3K ilə 2K-nın cəmi bizə 5K versin. İndi diqqət edirək. Burada yenə qarşılıqlı bucaqlar var. BFK alfadırsa, YFC də uyğun olaraq alfa olmalıdır. İndi burada oxşar üçbucaqlar hansılardır? Oxşar üçbucaqlar burada ABF üçbucağı ilə YFC üçbucağıdır. Belə ki, alfa bucağının qarşısında ABF üçbucağından söhbət edir. Alfa bucağının qarşısındakı tərəfin, yəni AB tərəfinin bucağa bitişik olan tərəfə, yəni daha doğrusu AB tərəfinin yox, bucağa bitişik olan tərəflərlə gedək. Deməli, ABF üçbucağında BF tərəfinin, deməli, AF tərəfinə olan nisbəti bərabər olmalıdır. FYC üçbucağında, deməli, FC tərəfinin FY tərəfinə olan nisbətinə. BF-in qiyməti 3K-dır. AF-in qiyməti 24-dür. Çünki 15 ilə 9-un cəmi 24 edir. FC-nin qiyməti 2K-dır. FY-nin qiymətini isə tapmaq tələb olunur. Onda FY üçün biz 10, deməli 6 santimetr almış olarıq ki, doğru cavab da C bəndinə uyğun gələr. 4-cü suala baxaq. 4-cü sualda olduqca maraqlı bir həndəsə sualıdır. 4-cü sualda deyilir ki, ABC düzbucaqlı üçbucağında AY YB-yə bərabərdir və o da CD-yə bərabərdir. Əgər biz bunların hamısına bir A desək, A və YDB bucağı da 25 dərəcədir. İndi baxın, əgər düzbucaqlı üçbucağa diqqət etirsək görərik ki, E nöqtəsi hipotenuzun tən ortasıdır. Deməli, biz buradan oturacağa paralel, daha doğrusu oturacağa bir perpendikulyar endirsək, hansı ki AC-yə paralel olmalıdır. Onda buranın da hər hansı bir F nöqtəsi ilə qeyd edilsək, onda belə çıxır ki, əgər AC hündürlüyünə biz H desək, onda YF bizdə H-ın 2-yə nisbətinə bərabərdir. Həm də YF bizdə nəyə bərabər olur? Orta xəttə bərabər olur. Yəni orta xəttə əslində qalsa. Onda BF parçasına M desək, onda FC parçası da bizdə uyğun olaraq M-ə bərabərdir. İndi burada biz bir düzbucaqlı, daha bir düzbucaqlı üçbucaq aldıq. O da YFD düzbucaqlı üçbucağıdır. YFD düzbucaqlı üçbucağı üçün bucağın tangensini yazsaq, yəni tangens 25 dərəcəni tapsaq, bucağın qarşıdakı katetin, yəni 2-də H-ın bucağa bitişik olan katete, yəni F-dən D-yə M üstəgələk A parçasının uzunluğuna olan nisbətidir. Beləliklə H bölək 2 də düşür məxrəcə olur. 2 vuraq mötərizədə M üstəgəl A. İndi bizdən hansı bucağı tapmaq tələb olunur? BAC bucağını tapmaq olur. Yəni BAC bucağına biz alfa desək, ya da belə alfa desək, onda B bucağı, yəni ABC bucağı bizdə 90 çıxılsın alfa olar.
və biz gəlin onda 90 çıxaq alfa bucağını tapaq, o daha yaxşı olar. Məsələn, mən bucaq tangens 90 dərəcə çıxılsın alfanı tapmaq istəyirəm, düzdürmü? Bu bucağı tapası olsam, nə cür tapa bilərəm? Bucağın qarşısındakı kateti, yəni h-ı və yaxud elə gəlin buradan elə tangens alfanın özünü tapaq. 90 çıxaq alfanı tapmayaq. Əgər tangens alfanı tapsam, bucağın qarşısındakı kateti, yəni BC katetini bölməliyəm bucağa bitişik olan kateti, yəni AC katetini. BC-nin qiyməti 2m-dir. AC-nin də qiyməti h-dır. Deməli, onda tangens alfa bizdə 2m bölək h-a bərabər olar. Eyni zamanda bucağın kosinusunu da tapa bilərik. Kosinus alfanı nə cür tapa bilərik? Bucağa bitişik olan katetin, yəni gəlin katetin adını yazaq. AC katetinin hipotenuza, yəni AB-yə olan nisbətinə baxmalıyıq. AC-nin qiyməti h-dır. AB-nin qiyməti isə bizdə 2A-dır. İndi gəlin nə edək? Biz buradan bu tangens alfa və kosinus alfanın ifadələrindən uyğun olaraq m-in qiymətini tapaq. M nəyə bərabərdir? Deməli, m-i tapanda h bölək 2 vuraq tangens alfa alırıq. Bir də buradan biz a-nı tapsaq, a bərabərdir h bölünsün 2 kosinus alfa almış olarıq. İndi gəlin bu ifadədə yerlərinə yazaq. Alarıq tangens 25 dərəcə bərabərdir h bölək 2 vuraq. M-in yerinə yazıram. H bölünsün 2 vur tangens alfa. Üstə gələk h bölünsün. A-nı da yerinə yazıram. H bölünsün 2 kosinus alfa. Məxrəcdə mötərizəni vurub atıb sadələşdirsək, deməli h bölək, baxın, ikini vurub mötərizə vurub atsaq, onda görürük ki, ikilər hamısı ixtisar gedir. H-a ortaq vuruq çıxarsaq, alarıq nə? Tangens alfa, üstə gələk 1 bölək kosinus alfa. Bax, belə bir ifadə aldıq. Buradan da h-lar ixtisar getsə, deməli alırıq tangens 25 dərəcə bərabərdir 1 bölək 1 böl kosinus alfa üstə gəl tangens alfa. Burada məxrəcdəki toplananların yerini dəyişdik. İndi bəs görəsən 1 bölək kosinus alfa üstə gələk tangens alfa ifadəsi nəyə bərabərdir? Bu ifadə bizə verir tangens 45 dərəcə üstə gələk alfa bölünsün 2-ni. Onda birbaşa yerinə yazsaq 1 bölək tangens 45 dərəcə üstə gələk alfa bölək 2 almış olarıq. Biz də bilirik ki 1 bölünsün tangens bizə verir kotangens. Yəni kotangens 45 dərəcə üstə gələk alfa bölünsün 2-ni. Beləliklə nə aldıq? Sən demə kotangens 45 dərəcə üstə gələk alfa bölək 2 bərabərdir bizdə tangens 25 dərəcə. Biz də bilirik ki, əgər bir tangens alfa kotangens betaya bərabərdirsə, onların cəmi, yəni alfa və beta bucaqlarının cəmi 90 dərəcə tamamlanmalıdır. Beləliklə, burada 90 dərəcə tamamlanmalısa, onda 45 dərəcə üstə gələk alfa bölək 2 bizdə verməlidir 65 dərəcə. Onda buradan alfa bölək 2-ni tapsaq 65-dən 45 çıxırıq, qalır 20 dərəcə və alfanın özünü tapsaq, alfanı tapdıqda 20 dərəcəni 2-yə vurarıq və 40 dərəcə alarıq ki, doğru cavab da A bəndi olar. Sonra 5-ci sual, deməli, kvadratın daxilinə çəkilmiş çevrə ilə bağlı olan sualdır. Perimetri 20 cm bərabər olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Kvadratın daxilinə çevrə çəkdikdə onun radiusunu kiçik R ilə işarə edirik. Biz bilirik ki, belə olan halda kvadratın tərəfi kvadratın daxilinə çəkilmiş çevrənin radiusunun 2 mislinə bərabərdir. Bəs perimetr nə cür hesablanırdı? Kvadratın perimetri P bərabərdir 4 vur A ifadəsi ilə hesablanırdı. Buradan da 4 vuraq. A-nın yerinə də 2R yazsaq, alarıq 8R. Deməli, P bərabərdir 8 vurulsun R. Buradan R-i tapsaq, P-ni biz 8-ə bölərik. Və beləliklə R bərabərdir. P-nin qiyməti 20 cm-dir. 8-ə də bölsək, 20-ni də 8-ə bölsək, 2,5 alırıq. Deməli, kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 2,5 cm-ə bərabər olar ki, doğru cavab da A bəndinə uyğun gələr. Sonra, burada baxaq, növbəti sual 6-cı sualdır. 6-cı sualda deyilir ki, kubun yan səthinin sahəsi, yəni S yan, 48 cm-in kvadratı olarsa həcmini tapın. Biz bilirik ki, kubun həcmi V bərabərdir A kubu ifadəsi ilə hesablanır. Burada A kubun tilidir. Deməli, birinci biz kubun tilini tapmalıyıq. Biz A kubunu hər ehtimala qarşı mən A kvadratı vur A şəklində yazaram. Bəs görəsən S yan səthi nətər hesablanırdı? Biz bilirik ki, kubun yan səthi S yan bərabər 4 vuraq A kvadratı ifadəsi ilə təyin olunur. 4A kvadratı 48 cm-in kvadratına bərabərdirsə A kvadratı bizdə
12 santimetrin kvadratı eləyər. Deməli, buradakı A kvadratın yerinə 12 santimetrin kvadratını yaza bilərik. Və bir də A-nı tapmaq lazımdır. Hər iki tərəfdən biz kvadrat kök alsaq, onda A bərabərdir 2 kök altda 3 santimetrdə almış olarıq. Beləliklə V bərabərdir. A kvadratın yerinə yazarıq 12 santimetrin kvadratını. A-nın da yerinə yazarıq 2 kök altda 3 santimetr. Beləliklə V də bərabərdir 24 kök altda 3 santimetrin kubu almış olarıq ki, doğru cavab da C bəndinə uyğun gələr. Sonra 7-ci suala baxaq. Bərabər tərəfli silindrin yan səthinin sahəsi 96 pi santimetr kvadratı olarsa, deməli S yan bərabərdir 96 pi santimetrin kvadratıdır. Ox kəsiyinin diaqonalı tapmaq tələb olunur. Baxaq. Deməli silindrin yan bərabər tərəfli silindirdən söhbət gedirsə, deməli onun ox kəsiyi kvadrat olmalıdır. Beləliklə o bir tərəf 2R idi silindrin ox kəsiyində, bir tərəf isə H idi. İndi kvadratsa deməli H bərabərdir 2R olmalıdır. Onda belə çıxır ki, ox kəsiyinin diaqonalı çəkilsə, görürük ki, burada kvadratın diaqonalıdır. O da 2R'in kök altında 2 mislinə bərabərdir. Yəni 2 kök altında 2R olmalıdır. Beləliklə yan səthin sahəsini nətər taparıq? Yan səthin sahəsi 2πr vuraq H ifadəsi ilə təyin olunur. Buradan da 2πr vuraq H-ın yerinə də 2R yazarıq. Bərabərdir 96 pi santimetrin kvadratı. Buradan alırıq 4 pi R kvadratı bərabərdir 96 pi santimetrin kvadratı. R kvadratını tapdıqda alırıq 24 santimetrin kvadratı və R də bərabərdir. Hər iki tərəfdən kvadrat kök alsaq alarıq 2 kök altında 6 santimetr. Beləliklə diaqonal deməli 2 kök altda 2 vuraq R olmalıdır. Yəni 2 kök altda 6 santimetr. Beləliklə D bərabərdir 2 dəfə 2 4. Kök altda 2-ni kök altda 6-ya vurduqda kök altda 12 santimetr. O isə bizə verər 2 kök altda 3 verir. Beləliklə 4 vurulsun 2 kök altda 3 santimetr və D bərabərdir 8 kök altda 3 santimetr almış olarıq ki, doğru cavab da E bəndinə uyğun gəlir. Sonra 8-ci suala baxaq. Deyilir ki, iki perpendikulyar müstəvinin hər birindən 2 kök altda 2 cm məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəsişmə nöqtə xəttinə qədər olan məsafəni tapın. Biz iki perpendikulyar müstəvi əvəzinə bir dənə düz bucaq çəksək, deməli bir daxildə bir nöqtə götürürük. Deyək ki, A nöqtəsi. A nöqtəsindən uyğun olaraq hər iki deməli müstəviyə və yaxud da ki, düz bucağın tərəflərinə qədər olan məsafələr eynidir. Yəni nəyə bərabərdir? 2 kök altda 2 santimetrə. Onda belə çıxır ki, burada alınan bu fiqur düz kvadrata bərabərdir və deyir ki, verilmiş nöqtədən düz xətlərin müstəvilərin kəsişmə nöqtəsinə, yəni düz bucağın tilinə qədər olan məsafəni tapın. Bu kvadratın artıq diaqonaldır. Biz də bilirik ki, kvadratın diaqonalı tərəfin kök altda 2 misli ilə bərabərdir. Yəni 2 kök altda 2 santimetrin kök altda 2 misli 4 santimetrə bərabərdir ki, doğru cavab da C bəndi olar. İndi isə gəlin 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, verilmiş ifadənin qiymətini tapın. Biz keçən dəfə kosinus 2 alfanın bundan qabaqki sınaqların birində bir eyniliklə açılışını yazmışdıq. Kosinus 2 alfa bərabərdir 1 çıxılsın tangens kvadratı alfa bölək 1 üstə gələk tangens kvadratı alfaya bərabər idi. İndi baxırıq ki, həmin ifadə ilə eynilik təşkil edir. Deməli 1 çıxılsın tangens kvadratı 75 dərəcənin 1 üstə gələk tangens kvadratı 75 dərəcəyə olan nisbəti elə bizə kosinus 2 vurulsun 75 dərəcəni verir. Yəni kosinus 150 dərəcəni. Çevirmə düsturunun köməyi ilə yazarıq ki, kosinus 180 dərəcə çıxılsın 30 dərəcə. 180 dərəcədə ad dəyişmir, amma ikinci rüb olduğuna görə kosinus adını dəyişir, olur. Mənfi bağışın işarəsini dəyişir və olur mənfi kosinus 30 dərəcə. Mənfi olduğu üçün durur. Kosinus 30 dərəcədə kök altda 3 bölünsün 2 alır. Deməli, doğru cavab olur. Mənfi kök altda 3 bölünsün 2. İndi isə 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, verilmiş trigonometrik tənliyi həll edin. Deməli, yazırıq sinus x vuraq kosinus x vuraq kosinus 2x bərabərdir 4də 1. Mən ilk olaraq diqqətinizi ilk iki həddin hasilinə yönətmək istəyirəm. Baxırsınız, sinus x vuraq kosinus x var. Bu ifadənin nəyə çatmır? İkisi çatmır ki, biz bunu bir trigonometriyada bir düstura çevirək. Yəni sinus 2 alfanın açılışı olur belə olanda. Onda yazırıq sinus 2x vuraq
Kosinus 2x bərabərdir 4-də 1 2-yə vurduqda alarıq 2-də 1. İndi diqqət etirsək görərik ki, bu ifadənin qarşısına yenə də bir 2 vuruğu yazsaq, yəni bərabərin hər iki tərəfini 2-yə vursaq, sol tərəfdəki yenə sinus 2 alfanın açılışına gəlib çıxır. Yəni olur sinus bu dəfə 4x bərabərdir 2-də 1 də 2-yə vurduqda 1 alarıq. Beləliklə sinus 4x bərabərdir 1 tənlidir. Bu da xüsusi haldır. 4x bərabərdir sinus 1 pi bölə 2 plus 2 pi k-da olurdu. Onda x-i tapsaq 4-ə bölərik hər iki tərəfi. Olar pi böl 8 üstə gələk pi k bölünsün 2. Doğru cavab da o da olar D bəndi. İndi isə 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, verilmiş funksiya üçün törəmənin bir nöqtəsindəki qiymətini tapın. Deməli, fx bərabərdir. Birinci bu ifadəni sadələşdirək. Baxın, x çıxaq 2-ni x üstə gələk 2-yə vurduqda alırıq nə? X kvadratı çıxaq 4. Çünki kvadratlar fərqinin açılışıdır. Sonra onu x kvadratı üstə gələk 4 vuraq. X üstü 4 üstə gələk 16-ya vursaq. İndi baxın, diqqət etirin. X kvadratı çıxaq 4, x kvadratı üstə gələk 4-ə vurduqda alırıq. X üstü 4 çıxaq 16. Onda x üstü 4 üstə gələk 16-ya vururuq. Beləliklə fx bərabərdir. X üzəri 8 çıxılsın 256 almış oluruq. Buradan da f'(x) bərabərdir. Fərqin törəməsi törəmələrin fərqinə bərabərdir. X üstü 8-in törəməsi bizə verir 8, x üstü 7, 256 da sabit olduğu üçün törəməsi 0-dır. Yazmağa ehtiyac yoxdur. Beləliklə f'(1) bərabərdir. 8 vuraq 1 üzəri 7, o da bərabərdir 8. Yəni doğru cavab olar E bəndi. İndi isə 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, əbob 3x çıxaq 2 və 4y üstə gələk 3 bərabərdir 5 və belə bir kəsir 3-də 2-yə bərabər olarsa x, y hadisəni tapın. Bu ifadə birinci baxın, əbob 3x çıxaq 2, 4y üstə gələk 3 bərabərdir 5 nə deməkdir? Yəni 3x çıxaq 2 və 4y üstə gələk 3 uyğun olaraq 5-in m və n misillərinə bərabərdir. Onda belə çıxır ki, 3x çıxaq 2 bölək 4y üstə gələk 3 bərabərdir 3-də 2-dən. Belə çıxır ki, onda 3x çıxaq 2-nin yerinə yazırıq 5m. Onda belə çıxır ki, m bizdə 2-yə bərabərdir. Çünki biz 5m bölək 5n yazsaq 5-lər ixtisar edir, m bölü n nisbətinə 3-də 2 alırıq. Onda belə çıxır ki, bu ifadənin hər iki tərəfini biz gərək 5-ə vuraq. Baxın, bağışlayın, bərabərliyin sağ tərəfində kəsirin sürət və məxrəcini 5-ə vuraq. Beləliklə 3x çıxaq 2 bizdə 10 olur. 4y üstə gələk 3 isə 15-ə bərabər olur. Birinci tənlikdən x üçün 4 alırıq. İkinci tənlikdən isə y üçün 3 alırıq. Beləliklə x, y hasilinə 12 tapmış olarıq ki, doğru cavab da A bəndi olar. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, belə bir çoxluqlar və onların elementləri verilibdir. Bu çoxluğun elementlərinin sayını tapın. Deməli, mən yazıram. A ilə B-nin kəsişməsinin birləşməsi A ilə C-nin kəsişməsinə. Bu bərabərdir. Baxın, əvvəlcə A ilə B-ni kəsirib, sonra A ilə C-ni kəsirib və yekunda biz onları yenidən birləşdiririksə də biz bu şəkildə yaza bilərikmi? A-nın deməli kəsişməsi B ilə C-nin birləşməsi. Çünki B ilə C-ni birləşdirib A ilə kəsişdirsək də eyni nəticəyə gəlib çıxarıq. Onda belə olan halda baxın A ilə B ilə C-nin birləşməsini kəsişdirməliyik. Yəni eyni olan elementləri götürməliyik. Eyni olan elementlər 3-dür, 4-dür, 5-dir və 6-dır. Beləliklə bu ifadə üçün alırıq 3, 4, 5, 6. İndi deyir ki, bu çoxluğun elementlərinin sayını tapın. 4 dənə olar. Yəni doğru cavab olar C bəndi. Sonra 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, qaynana sözündəki hərflərin yerini dəyişərək neçə fərqli 7 hərfli söz düzəltmək olar? İndi biz baxırıq ki, qaynana sözündə 7 hərf var. Düzəldilə bilən mümkün sözlərin sayı 7 faktorial sayda olardı. Əgər burada hərflərin hamısı müxtəlif olsaydı. Biz baxırıq ki, burada 3 ədəd A eynidir. Onda belə çıxır ki, bu A-lar öz aralarında nə qədər yer dəyişirlərsə dəyişsinlər, fərqli söz yarada bilmirlər. Deməli, onda biz 7 faktorialı bölməliyik 3 faktoriala. Yəni A-nın yer dəyişmələrinin sayına. Və diqqət etirsək görürük ki, 2 dənə də n hərfi var. Yəni onlar da öz aralarında nə qədər yer dəyişirlərsə dəyişsinlər, fərqli söz yarada bilmirlər. Deməli, onda 7 faktorialı biz 3 faktorial, 2 faktorial hasilinə bölməliyik. Beləliklə 7 faktorialı yazırıq. 3 faktorial vur, 4 vur, 5 vur, 6 vur, 7. Bölək məxrəcdə 3 faktorial, 2 faktorialın qiyməti isə 2-yə bərabərdir. Beləliklə 3 faktoriallar gedir. 4 ilə 2 də 2-yə ixtisar gedir. Sürətdə qalır 2 vur, 5 vur, 6 vur, 7. Bu da bizə verir 420. 420 də bizdə D bəndinə uyğun gələr. Sonra 15-ci suala baxaq. 15-ci sualda deyilir ki,
Verilmiş kvadratik funksiya üçün, yəni fx bərabərdir. X kvadratı çıxaq 8x üstəgəl 5a çıxaq 13 parabolasının qrafiki absis oxunu A və B nöqtələrində kəsir. Kəsir nə deməkdir? Yəni funksiyanın qrafiki x oxunu kəsirsə verilmiş x-lar həmin funksiyanın qiymətini sıfıra çevirir. Yəni bu kvadratik funksiya olduğu üçün bunu bir kvadrat tənli kimi başa düşsək, x1 və x2 A və B nöqtələri x1 və x2 köklərinə uyğundur. İndi deyək ki, AB məsafəsi 6-ya bərabərdir. Yəni x2 çıxaq x1 bizdə 6-ya bərabərdir. Onda kvadratik funksiyaya baxsaq, x2 üstə gələk x1 nəyə bərabərdir? 8-ə. Bəs onda 5a çıxaq 13 nəyə göstərir? x1, x2 hasilini. Beləliklə, tənliklər sisteminə bu ilk iki tənliyi alıb, həll etsək, tərəf-tərəfə toplasaq, x1-lər islah olur. Beləliklə, 2x2 bərabərdir 14. Buradan x2 biz 7 alırıq. x2 7 isə birinci tənlikdə x2-in yerinə 7 qoysaq, 7 çıxaq x1 6-dır. Buradan da x1-ə 1 taparıq. Beləliklə 5a çıxaq 13 bərabərdir x1, x2 hasilinə, yəni 1 vurulsun 7-yə. Buradan 5a çıxaq 13 bərabərdir 7, 5a bərabərdir 20 və buradan da a bərabərdir 4 almış olarıq. A parametrinin qiyməti nəyə bərabərdir? 4-ə. Doğru cavab olar C bəndi. İndi isə növbəti loqaritmik suala baxaq. 16-cı sualda deyilir ki, verilmiş loqaritma ifadəsinin qiymətini tapın. Deməli, dərhal yazırıq. Loqaritma deməli kök altında 2 çıxaq kök altında 3 əsasdan 2 vuraq 1 çıxılsın kosinus 15 dərəcə çıxılsın loqaritma. Baxın, əgər loqaritmaların əsaslarına diqqət etirsəz görərsiniz ki, kök altında 2 çıxaq kök altında 3-ü, kök altında 2 üstə gələ kök altında 3-ə vurduqda hasil 1 eləyir. Onda belə çıxır ki, birinci əsas ikinci əsasın tərsinə bərabərdir. Onda ikinci əsasın yerinə mən belə bir şey ifadə yaza bilərəm. 2 çıxaq kök altında 3 üzəri tərsinə deməkdir, üstü -1. Deməli, 2 vuraq 1 üstə gələk kosinus 15 dərəcədə loqaritmanın daxilindəki ifadədir. Beləliklə, mənfi qarşıya düşsə, qarşıdakı mənfi ilə olur müsbət. Deməli, yazırıq. Loqaritma kök altında 2 çıxaq kök altında 3 əsasdan 2 vuraq 1 çıxılsın kosinus 15 dərəcə üstə gələk loqaritma kök altında 2 çıxaq kök altında 3 əsasdan 2 vuraq 1 üstə gələk kosinus 15 dərəcə. O da bərabərdir. İndi loqaritmların əsasları eyni olduğu üçün ortada toplama işarəsi varsa, deməli loqaritmlərin altındakı ifadələr uyğun olaraq bir-birinə vurulmalıdır. Deməli 2 vuraq 2 vuraq 1 çıxaq kosinus 15 dərəcə vuraq 1 üstə gələk kosinus 15 dərəcə. O da bərabərdir. Loqaritma kök altında 2 çıxaq kök altında 3 əsasdan 2 dəfə 2 bizə 4 verir. 1 çıxaq kosinus 15-i 1 üstə gələk kosinus 15-ə vurduqda alırıq 1 çıxılsın kosinus kvadratı 15 dərəcə. Bu da bizə 1 çıxaq kosinus kvadratı alfa sinus kvadratı alfa verdiyi üçün bizə sinus kvadratı 15 dərəcə verir. Deməli, loqaritma kökün altında 2 çıxaq kök altında 3 əsasdan 4 vurulsun sinus kvadratı 15 dərəcə. O da bərabərdir. Loqaritma kök altında 2 çıxılsın kök altında 3 əsasdan 4 vuraq sinus kvadratı 15 dərəcəndə dərəcəni aşağı salma düsturundan 1 çıxaq kosinus 30 dərəcə bölə 2 şəklində yaza bilərik. 1 çıxaq kosinus 30 dərəcə bölə 2 o da bərabərdir. Baxın, 4 və 2-lər ixtisar gedir, qalır 2. Deməli, olur loqaritma kök altında 2 çıxılsın kök altında 3 əsasdan 2 vuraq 1 çıxılsın kosinus 30 dərəcədə də alırıq kök altında 3 bölünsün 2. Mötərizəni də vurub atsaq, loqaritma kök altında 2 əsasdan 2 çıxaq kök altında 3. Mötərizənin içində də olar 2 çıxılsın kök altında 3. Baxırıq ki, 2 çıxaq kök altında 3 əsasın kvadratıdır. Deməli, onda yazaram. Loqaritma, əgər bu ifadəyə a desəm, onda loqaritma altındakı ifadə olar a kvadratı və doğru cavab da 2-yə bərabər olar. Çünki a kvadratında qüvvət düşür qarşıya, olur 2 vur loqaritma a əsasdan a, o da 2-yə bərabərdir və doğru cavab olar B bəndi. İndi isə 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, verilmiş tənliyi həll edin. Dərhal yazaq. Bu bir üstlü tənlikdir. Burada loqaritmadan da istifadə edərik, etməyə də bilərik. Gəlin loqaritmasız eləməyə çalışaq, sonra da loqaritma ilə edərik. 4-ü yazaram 2-nin kvadratı, qüvvəti də x çıx 1, 8-i də yazaram 2-nin kubu. İndi olar 2 üzəri, mötərizəni vurub atsam 2x çıx 2 bərabərdir 2-nin kubu. Əsaslar eyni olduğu üçün ortada bərabərlik var deyən qüvvətlər bir-birinə bərabər olmalıdır. Yəni 2x çıxaq 2 3-ə bərabərdir. Buradan 2x bərabərdir 5 və x üçün biz 2,5 alarıq. Bəs loqaritməni nə cür həll edə bilərik? Hər iki tərəfi 4 əsasdan loqaritmləsəm, olar loqaritma 4 əsasdan 4 üzəri x çıx 1 bərabərdir.
Loqaritma 4 əsasdan 8. X çıx 1 qüvvət olduğu üçün loqaritmanın qarşısına düşür. Olur loqaritma x çıx 1 vuraq loqaritma 4 əsasdan 4 bərabərdir. Loqaritma 4 əsasdan 8-də 4'ü 2'nin kvadratı, 3'ü isə 2'nin kubu şəklində yazaram. Beləliklə x çıx 1 vuraq 1 bərabərdir. Deməli 3 bölünsün 2 qarşıya düşür. Olur 2'də 3 vuraq loqaritma 2 əsasdan 2, loqaritma 2 əsasdan 2 bizə 1 verir. Beləliklə x çıx 1'i 1'ə vurduqda x çıx 1, 2'də 3'ün qiyməti 1,5, bir də vur 1'ə. Buradan da x tapsaq yenə 2,5 almış olarıq ki, doğru cavab da B bəndinə uyğun gələr. Sonra 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, BN həndəl silsiləsində B1 vuraq, B3 vuraq, B8 bərabərdir 64 olarsa B4'ü tapın. Biz gəlin yazaq. B1 vuraq, B3 açarıq. Nə cür? B3 açarıq, B1 vuraq 2'nin kvadrat şəklində. B8'i də açarıq, B1 vuraq 2 üstü 7 şəklində bərabərdir 64. B1'ləri bir-birinə vurduqda alırıq B1'in kubu. 2'nin kvadratını da 2 üstü 7'yə vurduqda alırıq 2 üstü 9 bərabərdir 64. Bərabərin sol tərəfindəki ifadəni B1 vuraq 2'nin kubunun kubu şəklində yaza bilərik. O da 64'e bərabərdir. B1 vuraq 2 kubu bizdə B üstü, bağışlayın B4'dür. Onda olur B4'ün kubu bərabərdir 64. Və buradan da B4'ü tapsaq biz 4 almış olarıq. Doğru cavab olar E bəndi. 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, verilmiş bərabərlik doğru olarsa A-nı tapın. Dərhal baxırıq ki, bərabərin sol tərəfindəki bütün kəsrələrin məxrəci 0,A-dır. Deməli, məxrəc olduğu kimi qalır. Sürətdə yazarıq 1 üstəgəl, 2 üstəgəl, 3 üstəgəl və s. üstəgəl 9. Yəni 1-dən 9-a kimi natural ədədlərin cəmi. Onda daha asan üsulla bu şəkildə yazaq. 1 üstəgəl 9 bölək 2 vuraq say 9'dur. Bölək 0,A. 0,A-nı da bu şəkildə yazaq. 10'da A. Bərabərdir 225. Sürət bizə nə verir? 1'in üstə 9 gəldikdə 10, yarısı 5. 9'a da vurduqda 45. Beləliklə 45, məxrəcdəki 10 da çıxır sürətə. Sürətdə olur 45 vur 10. Məxrəcdə A bərabərdir 225. Deməli 450 böl A 225'ə bərabərdir. 450'ni neynəysək 225 alar? Gərək yarıya bölək. Beləliklə A-nın qiyməti olmalıdır 2. Doğru cavab da olar A bəndi. 20-ci suala baxaq. 20-ci sualda deyilir ki, verilmiş tənliklər sistemindən x kvadratı üstəgələ y kvadratı cəmini tapın. X kvadratı üstəgələ y kvadratı bərabərdir. X üstəgələ y-in kvadratı çıxaq 2x y yazaram. Beləliklə x kvadratı üstəgələ y kvadratı bərabərdir. X üstəgələ y-in qiyməti 6'dır. Olur 6'ın kvadratı çıxaq 2 vurulsun 4. 6'nın kvadratı 36, 8 də çıxdıqda 28 almış olarıq ki, doğru cavab da E bəndi olar. 21-ci sual kəsirlərin ixtisarı ilə sadələşdirilməsinə bağlı olan sualdır. Gəlin birbaşa yazaq. Birinci kəsirin sürətində A kvadrat çıx B kvadratı var. Müxtəsər vurma düsturunun köməyi ilə A çıx B vuraq A üstəgələ B şəklində vuruqları ayıra bilərik. Məxrəcdə isə A-nı ortaq vuruq çıxarsaq, onlar A vuraq A üstəgələ B. İkinci kəsiri bölməliyik. Bölmək nədir? Birinci kəsir baxın olduğu kimi durur. İkinci kəsir tərsinə çeviririk. Sürətə çıxır 2A, məxrəcə düşür B çıx A. İndi gəlin ixtisara aparaq. A'lar ixtisar getdi. A üstəgələ B'lər də ixtisar getdi. A çıxaq B'ni B çıxaq A'ya böldükdə -1 qalır. 2'yə də vurduqda -2 almış olarıq ki, doğru cavab da C bəndi edər. İndi isə 22-ci suala baxaq. 22-ci sualda ehtimal sual deyir. Torbada 4 ağ, 6 qara və M sayda yaşıl kürəcik var. Beləliklə mümkün hallar sayı 4'ünün bu 3 rəhddə olan kürəciklərin cəmidir. Yəni 4 üstəgəl 6 üstəgəl M, o da bizə verər 10 üstəgəl M. Sonra təsadüfən çıxarılan bir kürəciyin ağ və ya yaşıl olması hadisəsinin ehtimalı 3'də 2'dir. Deməli biz indi əlverişli hallar sayını tapmalıyıq. Ağ 4'dür, deməli yaşıl isə M-dir. Deməli onda əlverişli hallar sayı bizdə elə 4 üstəgəl M olar. İndi deyir ehtimal da 3'də 2'yə bərabərdir. Ehtimal nə cür tapırdıq? Əlverişli hallar sayını mümkün hallar sayına bölürdük. Onda belə çıxır ki, 4 üstəgələk M-in 10 üstəgələk M-ə nisbəti bizə 3'də 2 verməlidir. Çarpaz sürətdə vursaq 4 üstəgələk M3'ə vurduqda alırıq 12 üstəgəl 3M. 2'ni də 10 üstəgələk M-ə vurduqda alırıq 20 üstəgəl M. Buradan 2M bərabərdir 8 və M üçün biz neçə tapmış olarıq? 4 tapmış olarıq. Doğru cavab da edər A bəndi. İndi 23-cü sualda deyilir ki, X sırf xəyali ədəd olarsa, X sırf xəyali ədədsə də deməli X bərabərdir A vuraq I şəklindədir. Burada A həqiqi ədəddir. Belə deyim, A R-dir.
həqiqi ədəddir, real ədəddir. Onda bu ifadənin ən kiçik qiymətini tapın. Deməli, bu ifadənin ən kiçik qiymətini tapanda, gəlin belə bir şey, ən kiçik qiymət olması üçün baxın, bu kvadratik ifadənin ən kiçik qiyməti nədir? 0 olmalıdır, düzdürmü? Bunun üçün x-i biz nəyə bərabər götürməliyik? X-i biz məsələn kök altda 5 vuraq i götürsək, onda x-in kvadratı bizə verir 5i kvadratı. 5i kvadratı -1 olduğu üçün 5i kvadratın qiyməti də -5 olar. Beləliklə mötərizənin qiyməti -5 üstə 5 gəldikdə 0 eləyər. 0-ın kvadratı 0 verər. 0 üstə 2 gəldikdə 2 alarıq. Deməli bu ifadənin ən kiçik qiyməti 2-yə bərabər olar. İndi isə 24-cü suala baxaq. Deməli deyir ki, A və B ədədləri bu şəkildə olarsa, A bölü B ədədinin tərtibini, yəni standart şəkildə yazılışda qüvvəti tapın. İndi biz nə edirik? 2 tam %88 vuraq 10 üstü 18-i bölməliyik. 36 vuraq 10 üstü 13-ə. Mən 2 tam %88 vuraq 10 üstü 18-i 288 vuraq 10 üstü 16 şəkildə yaza bilərəm. Yəni vergüldən yaxamı qutarıram. Məxrəcdə isə 36 vuraq 10 üzəri 13. İndi 288-i 36-ya böldükdə 8 qalır. Olur. 8 vuraq 10 üstü 16-ını da 10 üstü 13-ə böldükdə 8 vur 10 üstü 3 olur. Beləliklə nisbət 8 vur 10 üstü 3-dür. Tərtib dedikdə onun qüvvəti nəzərdə tutulur ki, burada qüvvət 3-ə bərabərdir. Doğru cavab olmalıdır. A bəndi. İndi 25-ci suala baxaq. M və N çox ədədlərinin dərəcələri uyğun olaraq 3 və 5-dir. Deyək ki, M belə olsun da, tutaq ki, A vuraq x kubu üstə gələk, B vuraq x kvadratı üstə gəl və s. Bu belə bir şəkildə çox ədədli olsun. N də deməli böyük A, əmsalı böyük A yazırıq. Vuraq x üstü 5 üstə gələk, B vuraq x üstü 4 və s. şəklində bir çox ədədli olsun. İndi mən M üstə gələk N çox ədədlisini tapsam, tərəf-tərəfə toplasam, baxıram ki, A üzəri x üstü 5 üstə gələk, B üzəri x üstü 4 plus məsələn A vuraq x kubu və s. şəklində bir çox ədədli alıram ki, burada çox ədədlərin dərəcəsi elə bu çox ədədlərdən böyük olanın dərəcəsinə bərabərdir. Bəs M kvadratın dərəcəsi nəyə bərabər olar? M kvadratın dərəcəsi olduqda biz kvadrata yüksəldirik. Olur A-nın kvadratı vuraq x üzəri 6 üstə gəl və s. Deməli bu çox ədədlərin dərəcəsi də olur 6. İndi bu iki çox ədədlərin bir-birinə vurduqda çox ədədlərin hasili zamanı yekun çox ədədlərin dərəcəsi onların qüvvətlərinin cəminə bərabərdir. Yəni 5 dən 6-nın cəmi 11 edir ki, doğru cavab da A bəndinə A bəndinə uyğun olar. Beləliklə biz 22-ci sınağın suallarına baxdıq. Ümid edirəm ki, hər hansı bir səhvinə yol verməmişəm. Baş verən texniki qüsurlarına, ifadə səhvlərinə və bəzi çaşqınlıqlarıma görə əvvəlcədən hər birinizdən üzr istəyirəm. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.